Tindən salam. Atam, Novruz gəlir, yaz gəlir. Bir əlində paz gəlir. Bu bayram paz deyil ki, paz bu bayramın xərcləridir. Heyf dördü qabaqlar. Deyirəm, camaat stola bu şəkərbura, paxlava, fındıq, qoz qoyardılar. Qardeş, indi heç paxlavaya qoz qoyan var ki, biz də qoz qoyaq. Tin News, tinimiz düzdür. Avtomobil sürücüləri öz dərin minnətdarlıqlarını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bildirir. Bəli, onlar bizim üçün çalışırlar. Yeni yollar, yeni infrastrukturlar düzəldirlər ki, biz tıxacda əlavə vaxt keçirməyək. Hətta... Qardaş, bu ASTV deyil. Doğrudan bir dənə bax onun qardeş, tində deyab nə deyir? Bura bildiyiniz kimi Yusuf Səfərov küçəsidir. Günün çaspik vaxtlarında üzü Nərimanova olan istiqamətdə tıxaclar olurdu, o bəlli məsələdir. Və aynanın gördüyü işlərdən sonra sağ olsun ki, bərabərliyi qorudu. Artıq yolun sol istiqaməti də günün istənilən saatında tıxacdır. Hal-hazırda saat günorta 3-dür və gördüyünüz kimi hər iki tərəf bu cür nə tıxacdır. Yəni, heç vaxt yolun bu istiqamətində tıxac olmazdı. Məncə bu qurumun adını ayna yox, deyişək, ay bilə getdiyi qoyaq. Bilək ki, bilə-bilə tıxac yaradırlar da. Qardeş, bunlar aynanı yaratdılar ki, heç olmasa yollar aynada gözəl görsəlsin. Hay görsəndi ya. Bunların qurduqları aynada gözəl, ancaq mahnıdır. Qardeş, bir dənə tuş Tin News, tinimiz düzdür. Bir dənə də deputatımız, həm də bu Ağsaqqallar Şurasının sədri Eldar Quliyev qeydib deyib ki, Fransada bir dənə xanımla görüşdük. Oturub söhbətləşdik. Xanım dedi ki, ailəlidir, müəllimə işləyir. Və sonra sual verdim ki, bəs burada neyinsən? Dedi, heç nə, bu istirahət gündəli gələn pul qazanmağa. Yəni bu hal Fransada adi hal alıb. Bir də təkrar edirəm ha, Azərbaycan qızının isməti ən vacib amillərdəndir. Eldar müəllim, Ağsaqqallar Şurasının sədrisi. Birincisi, o qadın olduğu yerdə sizin nə işiniz var idi? İkincisi, ailəli qadınla görüşüb söhbətləşmək nə məqsəd daşıyırdı? Üçüncüsü, bu Ağsaqqallar Şurasının sədrisi. Heç bu haqda oturub ağsaqqallarla söhbət eləmişsiniz. Tin News, tinimiz düzdür. Bir dənə şeir yadıma düşdü. Pozğunlar həyatda ömür sürürsə, alçaqlar, yaltaqlar xoş gün görürsə, ağsaqqal ağ bilçey yol süpürürsə, mənə ədalətdən nağıl danışma. Atam balası, dövrümüzün ədaləti nə yerə dəyər olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.